Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Belə bir sual paylaşmışdıq. Ev, eşik sözü necə yaranıb? Yəni, ilk baxışdan hər kəs dedi ki, yəni çoxun cavabı dedi ki, bəli, əks mənalı sözlərin birləşməsindən yaranıb. Bəlkə də indiyə qədər əksəriyyətimiz bunu bilirik ki, bəli, eşiklə ev eşik mənası əks mənalı sözlərin birləşməsindən yaranıb. Çünki eşik sözünün bir mənasını əsasən bilirik ki, çöl bayır deməkdir. Yəni cavabımızı deyək, cavabımız ev eşik sözü yaxın mənalı sözlərin birləşməsindən yaranıb. Yəni bizim sualın cavabı budur. İndi gəlin, nə üçün cavabımız yaxın mənalı sözlərin birləşməsindəndir? Bunu etap-etap izah edək. Bəli, başdan deyək ki, əks mənalı sözlərin birləşməsindən yaranan bir neçə sözə nəzər yetirsəz, görərsiniz ki, həmin sözlərin mənasında hər iki əks məna özünü göstərir. Yəni tutaq ki, dost düşmən deyəndə gəlin bunu fakt olaraq göstərək. Bir dəqiqə. Baxın, bura qeyd eləyək. Məsələn, yazaq bura. Dost düşmən sözləri yazaq bura. Bir dəqiqə gözləyək. Dost düşmən. Dost düşmən. Bunu qeyd elədik bura. Baxırıq sözün mənasına. Həm xeyirxah olan, həm də olmayan var. Həm dost olan, həm də dost olmayan. Yəni bu sözün mənasına əks mənalı sözlərin yaranmasına olan mürəkkəb sözlərin mənasında hər iki məna özünü qoruyur. Və yaxud da baxaq başqa bir sözə. Məsələn, dərə təpə. Dərə təpə mənasına baxaq. Bu da əks mənalı sözlərin birləşməsindən yaranmış mürəkkəb sözdür. Baxırıq mənaya. Dərəli təpəli yer, düz olmayan. Yəni burada həm dərə var, həm təpə var. Və yaxud başqa bir sözə baxaq. Başqa bir sözə baxaq. Tutaq ki, gecə gündüz. Gecə gündüz. Gündüz. Baxırıq mənaya. Gecə gündüzün davam 24 saat müddət. Yəni həm gündüz, həm gecəni vaxt bilmir. Yəni gecə gündüz işləyir deyəndə həm gecə, həm gündüz işləyir mənasında. Yəni gördüyümüz kimi əks mənalı sözlərin birləşməsinə yaranan mürəkkəb sözlərin mənasında hər iki məna özünü qoruyur. Gəlin indi ev eşik sözünə baxaq. Görək ev eşik sözün mənası nədir? Ev eşik sözü. Buyurun. Ev eşik sözün mənası nədir? Ev, ailə, mülk, ümumiyyətlə evlə bağlı hər şey. Yəni bu sözün mənası əks mənanın özündə doğru. Yəni həm içəri, həm çölü nəzərdə tutulmur. Xeyr, yəni ev deyəndə sadəcə evin içi nəzərdə tutulmur. Məsəl üçün həyət eviniz var, yayda oturmusunuz, çöldə çay içirsiniz. Bir dostunuz zəng edir ki, hardasan? Deyirsiniz ki, heç evdəyəm. Yəni demirsiniz ki, evin çölündəyəm, evin eşiyindəyəm. Elə bir şey deyirikmi? Xeyr. Məsələn, evdə həyət evindən içəri girdiniz, orası sizin evinizdir. İstəyir evin həyəti olsun, istəyir evin içi olsun. Yəni o sizin evinizdir. Yəni mən həyət evimi satanda binanı satıb həyəti satmırsınız. Yəni o hamısı ev sayılır. Yəni ev eşik deyəndə orada ümumiyyətlə eşik sözün mənasına baxsaq görərik ki, eşik sözünün 4-cü mənasına baxın, fikir verin. Eşik sözünün 4-cü mənasına baxın. Ev, ailə, mülk. Yəni eşik, mülk. Ev eşikdəki ev və mülk mənasındadır. Üzr istəyirəm bir fikir deyim. Məsəl üçün bu qız istəmə mərasimində bəzən oğlan evi deyir ki, bəli, oğlumun ev eşiyi də var. Yəni evi də var, malı da var, mülkü də var. Sadəcə evimin həm içi var, həm çölü var, burada vurğulanmır. Yəni ev eşiyi sahibi deyəndə, bəli, evi də var, malı da var, mülkü də var, o mənada işlənir. Bu sadəcə məsəl üçün bayır evin içi ilə bayır mənası bildirmir. Məsəl üçün oturmuşam maşının içində, onda maşınla eşik sözü də əks mənalı sözdür da. Maşının içi ilə maşının çölü, maşın eşik də əks mənalı sözdürmü? Xeyr, yəni. Yadda saxlayırıq ki, ev eşik sözü, bəli, yaxın mənalı, yəni eşiyin bu 4-cü mənası olan ev, ailə, mülk mənasında olan yaxın mənalı sözlərin birləşməsindən yaranmış mürəkkəb sözdür. Eşik ağasına fikir verin. Məsələn, eşik ağası da bir çöl ağası deməyəcək ki, buradakı mənalara fikir versəz görərsiniz ki, məsələn, arxaizm kimi keçmişdə böyük adamların evində süfrəni və ev xidmətçilərini idarə edən şəxs mənasındadır eşik ağası. Yəni ev işləri ilə bağlı məsul olan şəxs mənasındadır. Yəni burada çöl işləri ilə bağlı şəxs mənasında demirik eşik ağasına. Yəni ev ağası başqa, eşik ağası başqa olmur. Yəni ev eşik sözü yaxın mənalı sözlərin birləşməsindən yaranmış sözdür. Ümid eləyirik ki, bəli, bu sualımız hər kəsə aydın oldu ki, ev eşik sözünün necə yaranıb, yəni əks mənalı deyil, əks mənalı yox, yaxın mənalı sözlərin birləşməsindən yaranmış mürəkkəb isimdir. Əgər bu video sizin üçün faydalı oldusa,
bəyənməyi və kanalımızı izləməyi unutmayın.